Salamlar dostlar. Bu Aleksandr Tkaçenko'da. Bu videoda sizə dəvətnamə olmadan, bir qəpik də investisiya qoymadan və sadəcə pulsuz hesabdan istifadə edərək tapşırıqları yerinə yetirməklə Royal Hook'da nə qədər qazana biləcəyinizi göstərəcəyəm. Sadəcə tapşırıqları yerinə yetirməklə və video reklamlara baxmaqla pul qazana bilərsiniz. Və burada reklamcılar üçün bölməmi görürük, özümü reklam edirəm. Məndə YouTube-da səhərlər, Telegram kanalına abonelik, həmçinin video reklam və digər bütün imkanlardan da aktiv istifadə edirəm. İndi isə icraçı bölməsinə keçmək istəyirəm. Görək, bu sistem adi istifadəçi adından necə işləyir? Yəni indi sadəcə səhifəni yeniləyəcəyəm ki, bütün məlumatlar yenilənsin və icraçı bölməsinə keçirəm. Beləliklə, budur bir video reklam. Görürük ki, burada bir video reklam var. Gəlin tapşırığa silsək. Tapşırıq artıq yüklənir. Əslində görürəm ki, biz kifayət qədər çox tapşırıq görürük. Cəmi 9 dollara video icmal yazmaq imkanı var. Bəli, 9 dollar. Yəni əgər həqiqətən video icmal yazmaq lazımdırsa, deməli bu təxminən bu qədər pula basa gələcək. 1 sentlik tapşırıqlar da var, yəni 1 sentə çoxlu tapşırıq var. Əminəm ki, gün ərzində bura daxil olsaz, burada tamamilə fərqli qiymətlərlə çoxlu müxtəlif tapşırıqlar olacaq və tapşırıqlar da tamamilə fərqli olacaq. Yəni sürətli tapşırıqlar var və biz indi 1 sentlik gördüklərimizdə məhz bu sürətli tapşırıqlardandır. Mən dünən gecə məhz sürətli tapşırıqları necə başlatmaq barədə təlimat yazırdım. Yəni orada insan yoxlamır, orada bot yoxlayır, Telegram bot sadəcə sizin abunəliyinizi və ya hansısa aktivliyinizi yoxlayır. Əl ilə yoxlanan tapşırıqlar da var. Bugün də mən video çəkirdim ki, əl ilə yoxlanan tapşırıqları necə başlatmaq olar və orada insan istədiyi hər şeyi sizdən istəyə bilər. Tapşırığın mətnini konkret olaraq sizin üçün yaza bilər, qiymətini təyin edə bilər və siz də özünüz qərar verəcəksiniz ki, bu qiymətə bu tapşırığı yerinə yetirməyə dəyər ya yox, bu vaxtda dəyər ya yox. Və əslində, bax video rəy yazmaq da gördüyümüz kimi məhz bu əl ilə yoxlanan tapşırıq vasitəsilə olur. Yəni siz hansısa video rəy yazacaqsınız və uyğun olaraq bu videonu yoxlansa göndərəcəksiniz. Əgər yoxlamadan keçsəz, sizə həmin məbləğ ödəniləcək. Yəni əgər yoxlamadan keçməsəniz, sizə düzəliş üçün geri göndərəcəklər və hansı məqamları səhv etdiyinizi göstərəcəklər ki, onları düzəldə biləsiniz. Və uyğun olaraq bu proses belə işləyir. Beləliklə, gəlin indi nə edək? Hazırda rəy yazmağa hazır deyiləm. Çünki bu videonu məhz sizin üçün çəkirəm. Ona görə də gəlin nəsə daha sadə bir şey seçək. İnternetdə qazanc haqqında ən yaxşı kanala abunə olun. Gəlin bu tapşırığa başlayaq, görək necə istəyir. Elə görünür ki, mən danışan vaxt bu tapşırıqlar artıq yerinə yetirilib. Gəlin başqa bir tapşırıq seçir. Yəni, əgər belə bir pəncərə açılırsa və orada hansısa limit göstərilirsə, deməli, siz düyməni basana qədər artıq kimsə bu tapşırığı yerinə yetirib və o sadəcə bitib. Beləliklə, tapşırığın təsvəqudur. Görürük ki, bu sürətli tapşırıqdır. Burada tapşırıq sürətli olanda bizdə nə qədər vaxt var? Deyəsən 11 verillə. Əgər tapşırıq əl ilə yoxlanılırsa, orada 1 saat vaxt verilir. Sadəcə Telegram kanala keç düyməsini basırıq və abunə oluruq. Mütləq şəkildə həmin Telegram kanalından daha dəqiq desək, profilinizi əlavə etdiyiniz və Telegram botu profili əlavə etdiyiniz Telegram hesabı ilə abunə olman lazımdır. Əgər başqa bir hesabla abunə olsanız, bu sayılmayacaq, yoxlama aparılmayacaq. Yəni, basa düşmək lazımdır ki, yalnız profilinizə əlavə etdiyiniz həmin Telegram hesabı ilə Telegramla bağlı tapşırıqları yerinə yetirə bilərsiniz. Yəni, yalnız budur. Bu, məhz reklam verənlərin qorunması üçün nəzərdə tutulub. Deməli, belə bir karar alır. Abunə oluruq, bəyəni qoyuruq və sonra buraya qayıdıb təsdiqlə düyməsini basırıq. Əslində, hər şey bu qədər. Gördüyünüz kimi tapşırıq yerinə yetirildi. Buradan tarixçiyə keçirik və görürük ki, TC kanala abunə 1 sent status tamamlandı. Yəni, bu avtomatik bas verir. Belə sürətli tapşırıqlar var. TC kanala abunə olmaq, Telegram qrupuna abunə olmaq, bəlkə də Telegram kanalında sərh yazmaq və s. Məsələn, belə. Bunlar avtomatik tapşırıqlardır, sürətli tapşırıqlardır. Burada Telegram bot yoxlayır və onlar ani şəkildə yerinə yetirilir. Yəni, ucuzdular, amma dərhal tamamlanır. Burada heç bir əllə yoxlama yoxdur. Yəni, daha bahalı digər tapşırıqlarda isə onlar daha baha basa gəlir və orada insan hər bir tapşırığı əl ilə yoxlayır. Yəni, o, nə etmək lazım olduğunu yazır, nəyi yoxlama üçün göndərmək lazım olduğunu yazır. Mütləq diqqətlə oxuyun. Yəni, orada deyirsə ki, screen göndərmək lazımdır, deməli screen göndərirsiniz. Nəsə yazmaq lazımdırsa, o zaman o istədiyini yazırsınız və beləliklə yoxlamadan keçirsiniz və sizə həmin pulu ödəyirlər, belə desək. Və əslində burada 0.31 görürük, məndə də vaxt 0.33 alındı. Balansa, tarixçiyə keçib real maliyyə köçürmələrinə baxa bilərik. Bəli.
Və burada görürük ki, bax bu rəqəm hesabımıza köçürülür. Burada kiçik bir fərq ödürük. Niyə? Çünki reklam verən faktiki olaraq 1 sent ödəyib, amma biz faktiki olaraq 10% azalmışıq. Yəni reklam verənin ödədiyi məbləğlə bizim aldığımız arasında 10% fərq var. Başqa sözlə, xidmət ozu cəmi 10% qazanır. Yenidən reklam verən bölməsinə keçə bilərik. Və bax, bəzi insanlar bunun necə işlədiyini başa düşmür. Onlar belə düşünürlər ki, daha çox istəyirəm, daha çox tapşırıq istəyirəm və bununla da kifayətlənirlər, hə. Amma burada başa düşmək vacibdir ki, o tərəfdəki reklam verən də sizin kimi bir insandır. O da reklam vermək, mümkün qədər az ödəmək və eyni zamanda mümkün qədər çox nəticə əldə etmək istəyir. Yəni insan qazanmaq istəyir. Heç kimin məqsədi ətrafdakıların hamısının varlanması, amma özünün iflasa uğraması deyil, hə. Yəni heç kimdə belə bir istək yoxdur. Ona görə də hər kəs daha çox qazanmaq istəyir. Və buna görə də hər bir reklam verən öz şəxsi təcrübəsinə və fikrinə əsaslanaraq ona ən sərfəli olan ayarları seçir. Yəni o ölkələri seçir, ona daha rahat olan, deyək ki, hədəfləməni seçir. Hə? Yəni əgər biz tapsaq, bastasaq, bax burada tapsiriqə basta düyməsini bassaq, hə? Və bizdə belə bir şey var, hədəfləmə. Birincisi, biz seçə bilərik hamıya göstərmək, matrisada aktiv biznes yeri və tərəfdaş statusu olanlara göstərmək. Yəni bu birinci xəttdə ən azı 10 istifadəçi dəvət etmiş şəxsdir. Və çox vaxt mən reklamdan istifadə edəndə həmçinin bir çox tərəfdaşlarıma da məsləhət görürəm ki, əgər onların büdcəsi azdırsa və reklam çox tez kliklənirsə, hamıya göstərməyi tövsiyə etmirəm, matrisada biznes yeri olanlara göstərməyi məsləhət görürəm. Əgər bu kifayət etmirsə, onda tərəfdaş rütbəsi olanlara yönəltmək lazımdır. Yəni bu da eyni firidir, amma onun 10 dəvətlisi var. Yəni bu insan daha keyfiyyətli, çox gümançı, daha aktiv və istənilən şəbəkəci üçün ümumiyyətlə, istənilən biznes üçün daha faydalıdır, belə desək. Yəni ümumiyyətlə bu daha aktiv bir insandır və çox vaxt bir çoxları məhz bu cür tənzimləyir. Targetingdə ölkələri seçə bilərlər, yəni onları hansı dillərdə başa düşəcəklərsə, həmin ölkələri seçə bilərlər. Yəni bu belə bir məqamdır, istəsəniz hətta səhəri də seçə bilərsiniz, cinsi də. Əgər hansısa məhsul sırf kişilər və ya qadınlar üçün nəzərdə tutulubsa, bunu da seçmək mümkündür, gündə necə nəfərə göstərilsin, ümumilikdə nə qədər ödəniş olunsun və s. Yəni kobud desək, əsas ayarlar bulardır. Kimə göstərilsin, hamıya istisnasız, yoxsa matrisada aktiv biznes yeri və tərəfdaşı olanları. Ona görə də əgər daha çox və daha bahalı tapşırıqlar almaq istəyirsinizsə, təbii ki, ən azı bu iki kateqoriyaya keçməyi tövsiyə edirəm. İdeal variant isə biznes yeri sahibi olmaqdır. Bu ən dəyərli resursdur. Yəni bu həmin şəxsin müəyyən qədər ödəmə qabiliyyətinin göstəricisidir. Bu istənilən halda onun həm aktivliyini, həm də ödəmə qabiliyyətini çox fərqləndirir. Yaxud əgər bu kifayət etmirsə, artıq partnyor rütbəsini toplamaq lazımdır. Yəni pulsuz formatda işləyən, amma ən azı 10 nəfəri şəxsən dəvət etmiş insanlar. Yəni məhz bu iki kateqoriya ən çox tələb olunanlardır, bəli. Bəzən məndən soruşurlar, niyə məndə tapşırıqlar dəvət edənimdən azdır? Çünki insan tamamilə pulsuzdur, heç kimi dəvət etməyib, biznes yeri yoxdur. Yəni o məhz bu kateqoriyaya aiddir. Bu kateqoriya digərlərindən daha böyükdür, amma reklam verən ucun o qədər də maraqlı deyil. Ona görə də fərq təbii ki, əhəmiyyətli olacaq. O insanlar ki, heç olmasa biznes yeri almasalar da, ən azı 10 istifadəci dəvət ediblər, bu da tamamilə pulsuzdur. 10 istifadəcini hətta pulsuz rejimdə belə maksimum 1 saata dəvət etmək olar. Bəli, sadəcə bir paylaşım etdiniz sosial şəbəkədə və artıq 10 qeydiyyatınız bas tutdu. Amma bu artıq sizin üçün güclü bir göstəricidir, bu sizi reklam verən üçün çox fərqləndirir. Siz onun üçün daha dəyərli potensial müştəri olursunuz. Mən reklam verən kimi dəqiq deyə bilərəm ki, bu auditoriya reklam verən üçün hamı statusundan qat-qat çox konversiya verir. Ona görə də əgər bunun necə işlədiyini başa düşmürsünüzsə, sizə məsləhət görürəm ki, reklam verən bölməsinə daxil olub, sadə bir reklam yerləşdirəsiniz və ya heç olmasa reklam kampaniyasına başlayıb ayarlarla tanış olasınız, beləliklə bunun ümumilikdə necə işlədiyini və nədən nə gözləmək lazım olduğunu anlayacaqsınız. Ən yaxşısı isə reklam kampaniyası başladın və ya tapşırıqlardan biraz pul qazanın. Həmin pulla reklam verən bölməsinə keçib tapşırıq verin və bu tapşırığı özünüz yoxlayın. Beləliklə, həm bir, həm də digər tərəfdə olacaqsınız və bu zaman prosesin ozunu, bunun necə işlədiyini başa düşəcəksiniz. Çox güman ki, sizi orada az miqdarda pulun tez bir zamanda xərclənməsi heyif gələcək. Bəli, belə vəziyyətdə yəqin ki, siz reklamı biznes yeri olanlara göstərməyi seçəcəksiniz və bu sizin üçün daha maraqlı olacaq.
Və məhz bu anda siz başa düşəcəksiniz ki, bu necə işləyir. Bu o deməkdir ki, reklam verənin reklam kampaniyasına başlamazdan əvvəl hiss etdiyi eyni vəziyyəti yaşayacaqsınız. Və sonra hər şey sizin üçün yerinə düşəcək və bunun necə işlədiyini anlamağa başlayacaqsınız. Bütün dostlarım, sizə böyük nəticələr, böyük qazanc, çoxlu tapşırıqlar, çoxlu gəlir və böyük komandalar arzulayıram. Dostlar, növbəti videoda görüşənədək. Hamıya salam.